Amma nə qədər adamlar var ki, pulu da var, parası da var, lakin həcc etmir, ümrə etmir. Miskin insan, xüsusən həcc, imkanı olan insan həcc etməlidir. Həcci təxirə salmaq olmaz, əgər imkanın varsa. Yəni, həcc vaxtı gəldi. Pulun varsa həcc eləməlisən. Nəyə bənzəyir? Elə bir namazın vaxtı gəldi, namazı qılmırsan. Həmən şeydir. Həcc vaxtı gəldi, pulu varsa həcc eləmirsə, yəni bu, niyə? Çünki rükündür. Ərkan deyilmi? Namaz kimi. İslamın rükünlarından deyilmi, qardaş? Ay yaşa. Namaz vaxtı gəldi, nə edirsən? Namazı qılırsan. Ramazan gəldi, nə edirsən? Fərz orucunu tutursan, düzdürmü, qardaşım? Zəkat vaxtı gəldi, pulun var, bir il keçib, zəkatı verirsən. Həcc də həmən şeydir. Həcc vaxtı gəldi, pulun varsa, canın sağlamdırsa həcci etməlisən. Etmirsənsə, bu nəyə bənzəyir? Elə bir Ramazan ayı gəldi, oruç tutmursan. Zəkatın vaxtı gəldi, zəkatı çıxartmırsan. Namazın vaxtı gəldi, namazını qılmırsan. Bəzi adamlar var, saxlayır illərdən, həcc eləmir. Niyə? İşim var, alınmır, işdən çıxanmıram. Nə bilim, filan şey, nə qədər bəhanə gətirir. Qardaş, onda namazı da el elə də. Eləyərsən, əlbəttə eləməyəcək. Dinən ki, işləyirəm, namaz qılmaq istəmirəm, qıla bilmirəm. Eləməyəcək. Namazın qılacaq. Əslində, düzdə eləməməlidir. Lakin deyirik, həccə də belə yanaşmalısan da, qardaşım. Ramazan ayı gələndə deyirsənmi, Ramazan bu dəfə yaydadır, mən biraz isti olacaq, mən saxlayayım qəzasını, qışda tutaram. Deyirmi onu, qardaş? Niyə? Bilir ki, Ramazan ayıda oruç tutmaq lazımdır. Bütün müsəlmanlar oruç tuturlar. Yayda oruç tuturur, saxlayıb qışda qaza eləmir də. Həcc də həmən şeydir. Qardaşım, həcc vaxtıdır, pulun var, canın sağlamdır, həcc eləməlisən, sənin fərzdir, vacibdir. Eləməsən günah daşıyırsan. Elə ölsən, Allah bilir nə olacaq. Adamlar ümrəni çox edir, amma həccə gəlin, həcc eləmir. Deyir, qardaş, vallahi, həcc ondan üstündür. Həcc ondan üstündür. Nəyə bənzir? Yenə misal gətirək. Allah Teala qiyamət gün bəndədən ilk soruşu əməl nədir? Namaz. Namazı naqis olanda nə deyirlər? Nə deyir Allah Teala? Baxın, görün, nafilələri var. Niyə o naqisliyi? Doldurmaq üçün. Doldurulubsa, naqislər doldusa, tamamlandısa, Allah Teala əff edir, bağışlayır. Yox, yenə nafilə yoxdursa, namaz da natamamdırsa, belə deyək də Allah Subhanahu taala ondan bu əmələ qəbul edəmir, düzdür? Yəni onu pis aqibət gözləyir. İndi bu insan da ümrələrini edir, lakin həcc gəlini həcc eləmir. Yaş Allah bir insandan fərzi soruşacaq, yoxsa nafiləni? Əlbəttə fərzi soruşacaq. İmkanın olub, sağlam olmasa etməmsən, qiyamət günü nə cavab verəcəksən? İstəyirsən hər il ümrə elə, hər il Ramazanda elə, qardaşım, həcc öndədir. Həcci və ümrə eləmirsən, boynundan vacibat düşdür. Çünki bir dəfə vacibdir, səhih olan odur. Digərləri müstəhəbdir. İndi həcc edir, qardaşım, həcc elə. Hər dəfə ümrə edirsən, ildə 3 dəfə, 4 dəfə ümrə edir. Həccə gələndə həccə gedmir. Həcc ibadəti fərz ibadətdir və Allaha da ən sevimli olan ibadətlər fərz ibadətləridir. Ona görə hər bir insan gərək bu şeylərdən yararlansın, aqil olsun. Bilsin ki, həcc etmək də günahlarına kəffarədir. Və bu cür həccin də səhih, doğru olan həccin mükafatı da cənnətdir. İnsan özü gərək xeyirdə məhrum eləməsin.